olur. Doğru. Sonra dedi ki, emosional intellektdə bizə dedi ki, irsiyyətlə bağlıdır, yoxsa mühitlə bağlı idi? Xeyr, mühitdən bağlıdır. Aşağı mühitlə bağlı. Sonra dedi ki, emosional intellektimizin dəyişməsinə təsir edən müsbət və mənfi dağıdıcı təsirlər var idi. Onlar kimləri idi? Kimləri ola bilərdi onlar? Valideynlərdir, qohumlardır, müəllimlərdir, belə deyim də, ətrafımızdakı insanlardır. Ətrafımızda kim varsa, yəni onların münasibətləri, davranışları, danışıqları müsbət və yaxud da mənfi eləyə bilir insanı. Aşağı, düzdür. Yəni bizə bu Daniel Goleman çatdırmaq istədi ki, təkcə belə deyək də, rasionalımız vacib deyil, emosiyalarımız da vacibdir. İnsan var ki, rasionaldır, bilir, savadı, nə bilim, hər şeyi idarə etmə qabiliyyəti var və emosiyaları yoxdur. Məsələn, işə gedir, işə qəbulda məsələn nə olsun ki, 650 bal, 700 bal məsələn, lap imtahanda, lap işə qəbulda bal yığır, amma məsələn onun münasibəti idarə eləməsi, insanlarla ünsiyyət qurması, nə bilim, empatiyası yoxdur. Onlar işdə olur, təbii ki, qazanmayacaqlar. Sonra dedi ki, emosional intellekti 5 komponentdə verdi. Hansılardır müəllimə? Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlıq, bir də münasibətlərin idarə olunması. Bu yeni salınan ki,